Bismillahirrahmanirrahim. Hörmətli Quran sevənlər, hər birinizi Allahın salamı ilə salamlayıram. Bugün sizinlə tər'id haqqında danışmaq istəyirəm. Tər'id nə deməkdir? Tər'id, Quran-ı Kərim oxunan zaman səsin müəyyən bir formalarda oxunmasıdır. Nəğmə formasına salınmasıdır. Tər'id. Məsələn, tutaq ki, yə eyyuhəl-ləzīnə əmənu dedikdə, bu formada səsi oynatmağa deyirlər, tər'id. Və bu üslub təcvid qaydalarına görə icazəli deyildir. Niyə? Çünki təcvid bildiyiniz kimi Allah tərəfindən endirilən bir elmdir. Necə ki, İbn-i Cəzəli buyurur, وَالْأَخْصُ بِالتَّجْوِيدِ حَتْمٌ لَازِمُ Təcvidlə oxumaq mütləq bir əməldir. مَنْ لَا يُجَوِّدُ الْقُرْآنَ آثِمُ Quran-ı Kərimi təcvidsiz oxuyan, təcvid əhkamlarsız oxuyan, sözsüz ki, bir günah və bal qazanar. لِأَنَّهُ بِهِ الْإِلَهُ أَنْزَلَ Çünki uca Allah onu təcvidlə indirib. وَهَكَذَا مِنْهُ إِلَيْنَا وَصَلَى Və bizə təcvid qaydaları ilə gəlib çatmışdır Quran-ı Kərim. Ona görə oxuduqda çalışmaq lazımdır ki, Quran-ı Kərim endirilən kimi oxumaq lazımdır. Həmçinin məqamlar, musiqi məqamları. Musiqi məqamlarının Quran-ı Kərim oxunuşuna heç bir adət yoxdur. Və kim musiqi məqamlarını Quran-ı Kərimin üzərində tətbiq edirsə, əsrlər boyu Quran və qiraət alimlərinin yolundan çıxmışdır. Musiqi məqamları Quran-ı Kərim üzərində tətbiq olunmaz. Bəli, Peyğəmbərimiz sallallahu aleyhi və səlləm buyurur ki, Quranı səsinizlə gözəlləşdirin. Amma o demək deyil ki, siz bunu hər hansı bir məqama və ya musiqi məqamına salıb o formada oxumalısınız. Bu düzgün deyil. Və heç kim bu formada oxumayıb və oxutdurmayıb. Ona görə diqqət edək. Oxuduğumuz zaman məd hərflərini, fəthəni, kəsrəni haqqını verərək oxumaq lazımdır. Yə eyyuhəl-ləzinə əmənu yox, normal şəkildə. Yə eyyuhəl-ləzinə əmənu. Yəni, səs və ya gözəllik vermək üçün təcvid əhkamlarını dəyişdirmək icazəli deyildir. Selamun Aleyküm.